Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva küçədə yaşayır. Olay yazır ki, bu barədə bizimlə verilişində aparıcı Zaur Baxşəliyev məlumat verib. Hətta efirə Cəmalənin görüntülərini verib. Bildirib ki, o Moskvada küçədə qalır. Zaur iddia edir ki, sənətçinin yeganə evladı özü qaçır və yardımları qəbul etmir.